Matematikadan belə bir blok imtahanı sualına baxaq. Klaviaturadan ilk dəyişəni üçün hansı ən böyük natural ədəd daxil edilərsə, proqramın icrası nəticəsində m üçün 8, n üçün 19 qiyməti çap olunur. M üçün 8, n üçün isə 19 qiyməti çap olunur. Burada dövr var, deyir dövr deməli y sıfırdan nə qədər ki böyükdür işləyir. Baxaq görək dövr neçə dəfə işləyir. Başda m0 idi və dövrün daxilində dövr işlədikcə m 2 vahid artır və sonda cavab 8 olur. M-in qiyməti 8 olur. Deməli bu dövr neçə dəfə işləyir ki, hər dəfə 2 vahid artdıqca cavab 8 olur. Bunu da bilir ki, 2 dəfə, hər dəfə 2 vahid artdıqca cavab 8 olursa, deməli dövr 4 dəfə işləmiş olur ki, 4 vur 2 8 edir. Tapdıq ki, deməli dövr 4 dəfə işləyir. Sonra n-ə baxaq. N də başda 0 imiş, sonda 19 qiymətini alır. Bunu necə alır? N isə hər dəfə toplayır. N üzərinə gəlir. Y-in ona bölünməsindən alınan qalan. Bu isə o deməkdir ki, hər dəfə Y-in son rəqəmini götürür. Sonra tam hissəni götürür. Bundan bu bölməklə isə Y-in tam hissəsini götürür və hər dəfəsində onun rəqəmlərini götürür, n toplayır. Deməli, n y-in rəqəmlərinin cəmidir. N y-in rəqəmlərinin cəmidir və n qiyməti 19 çap olunur. Deməli, y-in rəqəmlərinin cəmi 19-dur və 4 dəfə işlədiyinə görə y deməli 4 rəqəmli bir ədəddir. Y 4 rəqəmli ədəddir. Rəqəmlərin cəmi də 19-dur. Rəqəmlərin cəmi 19 olan 4 rəqəmli ədəd baxsaq, bir neçə ədəd tapa bilərik, ancaq yuxarıda bizdən ən böyük natural ədəd daxil edilərsə deyir. Onda 4 rəqəmli ən böyük natural ədəd və rəqəmlərin cəmi 19 olan 9 ilə başlasaq 9910 edər.